Pelekdə pulsuz halk plyajında nələr var? Girişdə bizi bütün qiymətlərin yazıldığı böyük bir stend qarşılayır. Plyajın o qədər geniş ərazisi var ki, ödənişsiz olduğuna inanmayacaqsınız. Ayrıca dənizin suyu da çox təmizdir. Plyajın böyük otellərə bənzər barı var. Bardan içəcək alıb barın ərazisində və ya dənizin ətrafında da gəzə bilərsiniz. Barın qiymətləri Beleyin mərkəzindən çox da fərqlənmir. Bu ərazidə restoran da var. Özünüzlə yemək gətirməmisinizsə, restoranda əyləşib yemək yeyə bilərsiniz. Dənizin ərazisi bir neçə hissəyə bölünür. Kimlərsə otluqda istirahət edir, kimlərsə günəşdən qaçınaraq bu tip lijankalardan istifadə edir. Plyajın bir neçə yerində belə uşaq zonaları da var. Plaja velosiped və ya skuterla gəlsən, belə dayanacaqlar da var. Bu arada təlimimlə maraqlananlar üçün əla xəbərim var. İyul ayı üçün qeydiyyat başlayıb. Ən aşağı qiymətlərini yazılmaq üçün mənə direkt İnanmayacaqsınız, amma ərazidə uşaq bağçası var. Təsəvvür edirsiniz. Bir neçə saat uşaqsız istirahət etmək istəyirsənsə, uşağı rahatlıqla bağçaya verə bilərsən. Kaplumbağaların yuvalama sezonu olduğu üçün hər yerdə belə stendlər durub. Hər lijankanın yanında öz qiymətləri yazılıb. Bahalı otellərdə də olduğu kimi burada su sporları da var. Yəni halk plyajında böyüdən tutmuş uşaqlara kimi hər kəs əylənə bilər. Ərazidə basketbol və futbol meydançası belə var. Plaja çadırlarla gəlib səhərə kimi qalanlar belə var. Sizcə Bakıda belə bir dəniz olsa girişi nə qədər tutardı?